Prezident İlham Əliyev Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün dövlət proqramının təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün dövlət proqramı təsdiqlənib. Sərəncamla Qida Təhlükəsizliyi Agentliyi ilə dövlət proqramında nəzərdə tutulmuş tədbirlərin icrasını əlaqələndirmək, həmin dövlət proqramında qeyd olunan tədbirləri beynəlxalq təcrübə nəzərə alınmaqla əsas icra indikatorlarını 3 ay müddətində müəyyən etmək, dövlət proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının prezidentinə məlumat vermək tapşırılıb. Bakı Ağır Cinayətlər Məhkəməsində Beynəlxalq Bankın həbsdə olan keçmiş rəhbəri Cahangir Hacıyev, yaxın dostu, sabiq deputat Dünyamin Xəllov və digər şəxslərin məhkəməsi keçirilib. Hakim Faiq Qəniyevin icraatında olan prosesdə Beynəlxalq Bankın Moskva filialının rəhbəri olmuş Fuad Abdullayev şahid kimi ifadə verərək silsilə faktlar açıqlayıb. O deyib ki, onu həmin vəzifəyə Cahangir Hacıyev təyin edib. Cahangir Hacıyevin tapşırığı ilə bankdan ayrılan pulla Qazaxıstanda Qulduq neft yatağı alındı. Yataq üçün 16 milyon dollar ödənildi. Yataq öncə bir neçə şəxsin adına rəsmiləşdirildi. Bank tərəfindən isə əməkdaş Hətəm Həsənovun adına 60% səhim alındı. Sonra Qazaxıstanda yeni şirkət yaradıldı. Səhimlər Cahangir Hacıyevin adına rəsmiləşdirildi. Hazırda Qazaxıstanda bu işlə bağlı məhkəmə çəkişməsi gedir. Rusiyada yaşayan biznesmen Telman İsmailov da bankdan 70 milyon dollar kredit götürmüşdü. Odessa şəhərində ticarət mərkəzlərinin inşası üçün müraciət etmişdi. Ona kredit verildi. Lakin Telman İsmailovun biznesində problemlər yarandığı üçün kreditləri ödəyə bilmədi. Sonra Telman İsmailov özünün 4 şirkətini Cahangir Hacıyevin yaxını Xəqani Bəşirovun nəzarətində olan şirkətlər ötürdü. Bundan başqa ilk turist kosmonavt müsəlman qadın olan Ənuşə Ənsari də Amerika Birləşmiş Ştatlarında ağıllı ev layihəsi üçün bankdan 12 milyon dollar kredit götürmüşdü. Faiz ödəsə də əsas borcu ödəməmişdi. 2019-2020-ci il tədris ilindən 4-8-ci sinif şagirdlərinin dini biliklərinin daha geniş şəkildə yer aldığı təkmilləşdirilmiş həyat bilgisi dərsliklərindən istifadə etməsi nəzərdə tutulur. Bu açıqlama Net.az-ın sorğusuna cavab olaraq Təhsil Nazirliyindən verilib. Məlumatda qeyd olunub ki, hazırda həmin dərsliklər Təhsil Nazirliyi tərəfindən ictimai müzakirəyə çıxarılıb. Hazırda istifadə olunan həyat bilgisi dərsliyində dini biliklərlə bağlı məlumatlar olsa da, təkmilləşdirilmiş variantda bu məlumatlar daha da genişləndirilib. Təkmilləşdirilmiş yeni dərsliklərin sentyabrdan şagirdlərin istifadəsinə verilməsi nəzərdə tutulur. Nazirlikdən dinşünaslıq və İslamşünaslıq ixtisaslarının yer aldığı ali təhsil müəssisələrində dinlər tarixi fənninin ayrıca fənn kimi tədris olunduğu əlavə edilib. Açıqlamada orta məktəblərdə ayrıca dini fənnin keçirilməsinin gündəmdə olmadığı da qeyd olunur. Mayın 1-dən etibarən avtomobillərin arxa yan şüşələrinə jalüz pərdələrin vurulmasına icazə veriləcək. Avtomobillərdə yalnız standart pərdə və jalüzlərin istifadəsinə icazə veriləcək. Qəbul edilmiş standartlar üzrə mayın 1-dən etibarən minik avtomobillərinin arxa sağ-sol qapı şüşələrinə, yəni sükan arxasında əyləşmiş sürücünün kürəyindən arxada qalan şüşələrə sənaye üsulu ilə hazırlanmış jalüzlər çəkilməsinə icazə veriləcək. Yol hərəkəti qanununun tələbinə əsasən istismar edilən nəqliyyat vasitələrinin şüşələrinə görünüşün məhdudlaşdırılması, şəffaflığı korlayan pərdələrin, plyonkaların quraşdırılaraq istifadə edilməsi yol verilməzdir və bunu edənlər inzibati məsuliyyətə cəlb edilir. Qeyd edək ki, tələblər üzrə nəqliyyat vasitələrində bu göstəricilər nəzərə alınmasa, sürücülər 150 manat məbləğində cərimə olunacaq. Bu icazə noyabrın 15-nə qədər qüvvədə olacaq. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Avropadakı münaqişələrə göz yummamalıdır. Üzv ölkələrin dövlət başçıları da təhlükəsizlik ilə bağlı mövcud problemləri müzakirə etmək üçün görüş keçirməlidirlər. Bu barədə Belarus prezidenti Aleksandr Lukashenko ATƏT-in sədri Georgi Seretelli ilə görüşü zamanı bildirib. Həll ediləcək xeyli problemlər yığılıb qalıb. Dağlıq Qarabağ, Transnistru, indi də Ukraynada çox ciddi münaqişə mövcuddur. Bu məsələləri biganə olduğu üçün ATƏT-i çox vaxt tənqid edirəm. Hərçənd bütün bunlar Avropada təhlükəsizlik ilə bağlı təşkilat olan ATƏT-in birbaşa səlahiyyətinə aiddir. O regiondakı problemləri müzakirə edib, mövcud vəziyyətə çarə qılmaq üçün ATƏT-ə üzv olan ölkələrin dövlət başçıları arasında 1999-cu ildən sonra görüş keçirilmədiyini vurğulayıb.
Türkiyədə çörəyin qiyməti 1 TL-dən 1.25 TL-yə qaldırılıb. Azərbaycanda çörəyin bahalaşması gözlənilirmi? Bununla bağlı bir nöqtəzi açıqlama verən iqtisadçı ekspert Akif Nəsilli bildirib ki, Türkiyədən fərqli olaraq Azərbaycanda çörəyin qiyməti dövlət tərəfindən tənzimlənir. Bizdə birbaşa qiymətlər bazar siyasəti ilə tənzimlənir. Ona görə də Azərbaycanda benzinin qiymətinin artmasından söhbət gedə bilməz. Hazırda benzinin qiymətinin artırılması ilə bağlı Tarif Şurasına müraciətlər yoxdur. Amma ötən il ərzaq buğdasının istehsalı 10%-ə kimi azalıb. Azərbaycanda da ərzaq buğdasının istehsalı azalıb. Hazırda ərzaq buğdasına olan ehtiyacımızı idxal hesabına ödəyirik. Akif Nəsilli vurğulayıb ki, Azərbaycanda çörəyin qiymətinin bahalaşmasına təzyiqlər mövcuddur. Bilirsiniz ki, dövlət tərəfindən də bu sahəyə dəstək var. Dövlət tərəfindən çalışılır ki, qiymətlərdə bahalaşma olmasın. Amma bununla yanaşı bir neçə ayda unun qiymətində bahalaşma, çörəyin çəkisində də azalma müşahidə olunur. Bu hal çörəyin qiymətinin bahalaşmasına təzyiqdir. Bu vəziyyət taxıl biçiminə qədər davam edəcək. Bilirsiniz ki, taxıl biçimi iyun-iyul aylarında başlayır. Bu vaxta qədər düşünürəm ki, çörəyin qiymətinə olan təzyiqlər davam edəcək. Hesab edirəm ki, bu vaxta qədər də dövlət çörəyin qiymətinə nəzarət edəcək. Bundan sonra inanmıram ki, ciddi şəkildə bahalaşma olsun. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bəzi sosial müavinət və pensiyaların aprel ayında artımla verilməməsinə aydınlıq gətirib. Nazirliyin İctimaiyyət Əlaqələr Şöbəsinin müdiri Fazil Talıbov Publika.az açıqlamasında bu istiqamətdə normativ qaydalar layihəsinin hazırlandığını deyib. Prezident cənab İlham Əliyevin fərmanları ilə aprelin 1-dən sosial müavinət və təqaüdlər artırılmaqla Prezidentin yeni aylıq təqaüdləri təsis olunub. Artıq aprel ayı üzrə sosial müavinət və təqaüdlər artırılmış məbləğlərdə ödənilib. Eyni zamanda sosial müavinət alan müharibə veteranlarına yeni təsis olunmuş aylıq təqaüd də verilib. Əmək pensiyası alan birinci dərəcə əlilliyi olan şəxslər üçün 100 manat, onları və həmçinin sağlamlıq imkanları məhdud uşaqlara qulluq edənlər üçün aylıq 50 manat, əmək pensiyası alan müharibə veteranları üçün aylıq 80 manat, yeni təqaüdlərin verilməsi üçün isə normativ qaydaların layihəsi hazırlanaraq artıq təqdim edilib. Qaydalar təsdiq edildikdən sonra həmin vətəndaşlardan sənədlər qəbul olunmaqla onlara yeni təqaüdlərin təyin olunaraq gələn ayın sosial müavinət və pensiyaları ilə birgə verilməsi təmin ediləcək. 162 saylı məktəbdə intihar edən Elina Hacıyevanın atası Ədalət Hacıyev istintaqın gecikdirilməsindən narahatlığını bildirir. News24.az açıqlamasında ekspertizanın cavabının 20 gün ərzində çıxmalı olduğunu, amma hələ də bir cavab almadığını deyib. 20 gündən artıq müddət keçib, amma proseslə bağlı heç bir məlumat verilmir. Müstəqillə danışıram, deyir, iş gedir. Mənə hökumət tərəfindən təyin olunan vəkil də telefona cavab vermir. Bir kəlmə demir ki, iş nə yerdədir. Görüşmüşük, qol çəkmişəm, vəkilim olub, vəssalam, o gündən görməmişəm. Mənim balam torpaq altında çürüyür. Günahkarlar isə isti ocaqlarında balaları ilə dincəlirlər. Bəlkə də işlər görülür, mən bilmirəm. Amma mənə heç kim bu haqda məlumat vermir. Ədalət Hacıyev onun kimlərdənsə pul alıb sustuğu haqda deyilənlərə də münasibət bildirib. Haqqımda bu sözləri deyən kimdirsə, yəqin öz balasını 100 minə satar. Amma mən balamın qanını heç nəyə dəyişmərəm. Sadəcə mənə deyiblər istintaq bitənə qədər gözlə. Mən də gözləyirəm. O müxbir kimdirsə, onu məhkəməyə verəcəm. İndi başım 40 mərasiminə qarşı. Bundan istifadə edirlər. Demirəm, baş prokurorluqda iş aparılmır. Dindirilmə gedir. Əl qolu bağlı oturub cavab gözləyirəm. Texnologiyanın inkişaf etdiyi vaxtda ən müəmmalı cinayətləri belə tez bir zamanda aşkara çıxarmaq mümkündür. Bəs eləsə, balamın işi niyə uzadılır? Hərdən düşünürəm ki, elə bir bu işi yola verirlər. İstintaq gedir, amma nəticə yoxdur. İstintaq üçün dəlillər var. O direktora ev dustaqlığı verməklə mənim uşağımı oradan çıxara biləcəklərmi? Mən balamın qəbrinə söz vermişəm ki, günahkarlar cəzalarına alınacam, bu işdən əl çəkməyəcəm, mübarizə aparacam.